Hər birinizi təzə vloqumdan salamlayıram. Bu vloq 20 dekabr bizim Ramada Plazaya getdiyimiz gün çəkilir. Burada ayna qarşısında sizə öz lookumu göstərirəm. Hələ ki evdəyik. Birazdan çıxacaq. Otağımıza gəlmişik. İstədim otağın biraz bəzi qismlərini sizlərlə bölüşüm. Bizim otaq nömrəmiz 212-dir. İlk öncə baxın burada sanuzel var. Burada da mən. Belə bu şəkildə bura şeyləri qoyublar. Diş fırçası, baxım kiti, burada daraqdır və bəzi şeylər, duş papağı falan da var. Burada əl üz yuma üçün handwash, bu bədən losyonudur. Orada şampundur, duş gelidir, bir də kondisioner də saç üçün. Burada hamam xələtimiz. Burada da bəzi dəsmallardır. Bu şəkildə. Burada özümüzə kofe hazırlamışıq. Birazdan səhər yeməyinə gedəcəyik. Burada Fadı görürsünüz. Hello. Bu da bizim otağımızın digər görünüşü. Burada qəşəng bir tablo var. Bu şəkildə. Televizorumuz da var. Səhv eləmirəmsə internetləndir. Qoşulub çünki internetə. Belə. Mənzərəni də göstərmək istəyirəm. Düzdür, balkon yoxdur. Bu tam açılmadı. Aha. Baxın, burada bizim mənzərəmizdir. Çox qəşəng, çox gözəl. Otağı bir də belə göstərmək istədim. Orada da şəxsi əşyalarımızı falan qoyuruq. Bu Ramada Plaza ilə ilk əməkdaşlığımız idi. Əməkdaşlıq təklifi gələndə həqiqətən sözün əsl mənasında sevincimdən uçmuşdum göylərə. Çox həyəcanlı idim. Vloqları da eyni həyəcanla çəkmişəm. Ümid edirəm sizin üçün maraqlı olur. Çanta olaraq yoldaşımın ad günümdə aldığı gec çantamı götürmüşəm. Çox bəyənirəm bunu. Məncə kombinimlə də çox gözəl durur. Əlavə bir dənə də çanta götürmüşəm. Daha doğrusu 2-3 kombinlə gəlmişəm. Belə. Özümlə az makyaj məhsulu gətirmişəm. Düzdür, hər biri burada deyil, amma əsas işlətdiklərimi bura yerləşdirmişəm. Xüsusilə göstərmək istədiyim, Faberlikdən əldə etdiyim, baxın bu dodaq boyasıdır. Çox qəşəng rəngi var. İndi videoda özünüz də görəcəksiniz. Mən bu məhsulu alandan etibarən ancaq bunu istifadə edirəm. Həm teksturası yaxşıdır, həm də dodaqda duruşu superdir. Burada olduğum günlərdə də bunu istifadə etmişəm. Hal-hazırda dodağımdadır. Bu arada məni daimi Instagramdan izləyənlər bilir ki, Şəmkirdə ancaq dırnaq ustam Saadət xanımdır. Tez-tez Instagram səhifəmdə də paylaşıram. Bu da əl işinin nəticəsidir. Artıq 2 ildən çoxdur ki, onun yanına gedirəm. Hətta nişan dırnağımı, toy dırnaqlarımı da o etmişdi. Demək olar ki, illərdir dırnaq ustamı dəyişmirəm. Məncə nəticədə göz qabağındadır. Hansı şəkli ürəyiniz istəyir aparırsınız, o isə sizin üçün yaradır. Yox. Hara baxsan Fuat. Yeməyinə otelin daxilində Çinar restoranı var, oraya gəlmişik. Sizə indi ətrafı göstərmək istəyirəm biraz. Gördüyünüz kimi belə stollar var. 2 nəfərlik stollar da var, 4 nəfərlik də var. Biz 2 nəfərlikdə oturmuşuq burada hal-hazırda və orada kabinetlər də var. Hər stola da sırf yeniyinə görə baxın belə şirin şeylər qoyublar. Çox qəşəngdir. Özlərinin də belə yolkası var. Sifarişlərimiz də birazdan gəlir. Sifarişlərimizin hər birini sizlə bölüşərəm. Dadlarını filan da. Menunu da qısaca sizə belə bölüşmək istəyirəm. Sifariş etdiyimiz şeylər də gələndə qiymətləri ilə bir yerdə sizinlə bölüşərəm. Bu şəkildədir. İlk olaraq sifariş etdiyimiz salatlar gəldi. Yediyimiz yeməklərin adını və qiymətini videonun aşağı qismində qeyd etmişəm. Görünüşləri çox qəşəng görsənir. Artıq dadlarına da bələdəm. Ona görə deyim ki, dadları da möhtəşəmdir. Bu arada hər iki salatı həyatımda ilk dəfə sınayırdım. Dadları mükəmməl. Menyudan ən çox dadı bizə maraqlı gələn yeməkləri sifariş etmişdik. Və onu da qeyd edim ki, menyunun əsas hissəsini milli yeməklər təşkil edirdi. Bir şeydə diqqət yetirdim. Yeməklərin sunumu çox qəşəngdir. Videoda görürsünüz, hər birini özənlə hazırlayırlar. Hamısını yeyə bilməsək də hər birinin dadına baxdım. Hər birini yedik, gördüyünüz kimi. Bunu da yeyirəm. Fuatdan sorsaq, ən çox hansını bəyəndin? Bu ikisi. Mən də salatları çox xoşladım. Və bunun da dadı pis deyil. Amma ən çox salatları bəyəndim.
Hətta bu krevetkalı popcorn salatına bayıldım. Ramadada həm qapalı hovuz, həm də açıq hovuz var. Videoda hal-hazırda açıq hovuz görürsünüz. Sadəcə hələ ki işləmir. Əsasən bura yayda aktiv olur. Getmişkən istədiyim həyətini də sizlərlə bölüşüm. Ona görə qısa video çəkdim. Ardından biz yuxarı qalxdıq. Hazırda otağımıza gedirik. Özümüzlə üzmək üçün paltarlar gətirmişdik. Onları götürüb qaydırıq hovuza. Düzdür, hər müştəriyə özəl xələt və dəsmalları aşağıda verirlər, amma çimərlik geyimlərinizi özünüz götürməlisiniz. Və tez-tez izləyicilərim məndən qiymətlər haqqında soruşur. Bunu siz səhifənin özünə yazsaz daha yaxşı olar, dəqiq məlumat üçün. Gəlməyini gözləyirik. İkinci mərtəbədəyik bu arada. Bu da Fuad. Hansı açılır? İkisi də açıldı ki buradan. Məncəsi? Yox, lobiya. Nə vardım ki özümüzü at çəkirəm. Dıdım. Bu arada yolkamız da qəşəngdir. Sadəcə az düşür, amma neysə, gedək. Düşdük. Qapalı hovuzdayıq hal-hazırda. Gördüyünüz kimi su təmizdir və hər gün xüsusi kimya vasitələrlə təmizlənir. Və onu da qeyd edim ki, içərisi qəşəng isti idi. Belə makyajlı suya girirəm, amma narahat olmayın, saçımı və üzümə çalışacağım ki, su dəyməsin. Və bu şəkildə. Baxın, şu anda Fuad gəlir, amma mən üzməyi bilmədiyim üçün bu hissələrə getmirəm. Sadəcə qıraq hissələr var ya oradan. Baxın, o hissələrdən tutub yəqin ki üzərəm. Amma bu insan üzə bilir. Gərək yüzgüçlə yazılam. Fuad hovuzdan tez çıxdı, gəldi, saunaya girdi, ardından da masaja özümüz vaxt yazdırmışdıq. Mənim sıram Fuaddan sonra idi. Masaj professional terapist tərəfindən icra olunur və burada özlərinin hazırladığı xüsusi yağlardan istifadə edilir. Burada saunadayam. Baxın bu şəkildə. Burada da şeydir. Baseyndən çıxdım, havuzdan. Bu şəkildə. Saunadan sonra mən də masaja getdim. Burada fərqli növlərdə masajlar var. Hətta isti daşlarla da masaj edirlər. Biz yadınızdadırsa günorta yeməyində də krevetkalı popcorn sifariş eləmişdik. Daha doğrusu popcorn krevetka. O qədər çox bəyəndim ki dadını. Təzədən bir də sifariş elədik axşam yeməyində. Yəni çox qəşəng dadır həqiqətən. Bunun reseptini mən hardansa öyrənib hazırlamalıyam. Çox qəşəngdir. Yəni həm dadı, qoxusu, yəni üzümə gəlir, burnuma. Çox qəşəngdir. Hatta axşam da bu şəkildə görsənir. Yenə bizdən başqa heç kim yoxdur. Sadəcə bizi. Deməli, yeməyimizin biri də budur. Bu alpalı sosunda toyuq ətidir. Bunun dadına yəni birinci səfər burada baxacağam. Və belə pendir assorti dedik. Bunu da daha çox içki ilə içməyə yaxşıdır. Bu şəkildə. Son bir yemək qalıbdı, o da gəlsin. Göstərəcəm. Ən sonuncu yemək də belə acılı krevetkadır. Bu da qəşəngdir, qəşəng görsənir. Ümumi süfrəmiz bu şəkildədir. Yəni, bu da bizim axşam yeməyimiz. Düzdür, bir-birinlə əlaqəsiz yeməklərdir, amma daha çox sınamaq istədiyim şeyləri sifariş eləmişəm. Bu şəkildə. Və budur bizim süfrəmiz. Artıq bunun dadına baxdıq, çox qəşəng dadır bu arada. Yoldaşım da indi baxır. Bu şəkildə. Mən də görün, səhərdən elədiyim makyajı da düşünün. Bu makyajla mən hovuza da girdim, ardından saunaya da girdim və ardından masaja da girdim. Hələ də makyajım yerindədir. Sadəcə biraz bozulub. Bu şəkildə. Yəni yaxşı makyaj eləmişəm. Bugün artıq çıxış günümüzdür. İstədim son olaraq səhər yeməyində sizlərlə bölüşürəm. Səhər yeməyi otelin daxilində olan Xəmsə restoranındadır. Burada hər şey var. Siz sadəcə öz boşqabınızı doldurursunuz. Əgər vloqumu buraya qədər izləmişsinizsə, sizdən xahişim kanalıma abunə olmağınızdır. Bu dəstəyiniz mənim üçün həqiqətən də çox önəmlidir. Boşqabım da bu şəkildə oldu. Düzdür, mən hər birini yeməyəcəm. Sadəcə tadımlıq olaraq götürmüşəm bəzi şeyləri. İşte burada bizim yerimiz. Böyle baxanda bu mənimdir, bu da Fuadın. Ben biraz çox şey götürmüş ola bilərəm, amma yəni çoxu tadımlıqdır məndə. Burada isə Xəmsə restoranının ümumi görünüşünü sizlərə göstərirəm. Kanalımda necə vloqlar görmək istəyirsinizsə, rəy bölməsində mütləq yazın, hər birini oxuyacağam. Biz yeməyimizi yedikdən sonra otağa bir daha qayıtdıq. Sonra isə oteldən çıxdıq. Ramada Plazada bir günümüz həqiqətən də möhtəşəm keçdi və bura ilə əməkdaşlıq etmək mənim üçün çox xoş oldu və bir gün məndə kofesiz başlaya bilməzdi. Ona görə özümə kofe götürdüm. Belə bu qədər vloqun sonuna artıq yaxınlaşırıq. Ümid edirəm sizlər üçün maraqlı oldu. Kanalıma abunə olmağı, rəy bildirməyi və videonu bəyənməyi unutmayın. Hər birinizi çox istəyirəm. Hələlik görüşənədək.
Və bu da biz. Artıq çıxırıq. Və işlərimizi falan hazırlamışıq. Gidiyoruz.